Diqqət dostlar, diqqətlə qulaq asın. Afət Fərman qızı axtarışa verilib, məşhur müğənni. Deməli, məşhur müğənni olan, deməli ki, Vəfa Şərifova haqqında belə deyək də, nətər deyək də, pis sözlər işlətmişdi. Ona görə Afət Fərman qızı Vəfa Şərifova tərəfindən məhkəməyə verilib, yəni şikayət olunub, Vəfa Şərifova şikayət edib. Diqqətlə qulaq asın. Bu müğənnilərin bu gündəmə gəlməyində nəsə bir əmmaməsi var. Bu əmmamədən nəsə bir başınız bir şey çıxırsa, bu boş şeylərdən zırt pırt. Mən də Elvin Basqallıdan eşitdim, ona görə də diqqət dedim. Bu dövlətin belə maraqlı oyunları var, maraqlı gedişatlar var, onlardan danışın. Nə deyir, bu Afət Fərman qızı lazımdır bizə, Vəfa Şərifova lazımdır, nəyimizə lazımdır. Siz nə deyirsiniz, yazın, yazarsınız.